Goranboy rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyevin növbəti səyar qəbulu rayonun Düzqışlaq kəndində keçirildi. Qəbulda rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etdilər. Rayon rəhbəri bildirdi ki, səyar qəbulların keçirilməsində əsas məqsəd yerlərdə vətəndaş müraciətlərinin operativ baxılması, obyektiv yanaşılması və bu istiqamətdə vətəndaş məmnunluğunun təmin edilməsidir. İcra başçısı Respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da dövlət başçısının diqqət və qayğısı əsasında rayonun sosial-iqtisadi inkişafı, əhalinin art edən problemlərin həlli istiqamətində görülən tədbirlər, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələr barədə ətraflı məlumat verildi. Hörmətli Düzqışlaq kənd sakinləri, biz bugün qrafik üzrə sizinlə görüşə gəlmişik. Görüşlərin keçirilməsi ölkəmizdə Möhtərəm Cənab Prezidentin tapşırığı əsasında həyata keçirilən sosial layihədir. Məqsəd də yerlərdə insanlara narahat edən məsələlərin öyrənilməsi və onların həllinin təmin olunması. Yəni artcan ehtiyacımız var. Bu yolla bağlı şəhidlər küçəsinin yolu. Yəni mən işlə təmin eləməkdədir işlər. Bizim Düzqışlaq təlimatlı asfaltın yolun üstündə bir neçə ağaçlar var. Maşınlara meşatçılıq edir. Mən 2023-cü ildə 9 hektar pambıq əkmişdim. MTK şirkəti məni yağış təbii fəlakətlə pambığın üstünlüyünə görə indi məni verib məhkəməyə 7.800-8.000 manat civarında pulu ödəməyini tələb edir. İşimiz var. İstilik sistemi qaldı odun sobaları ilə. Odun sobaları ilə qızdırılmalı. Yeni nəsil sobalarla əvəz elədilər bu ildə. İndi məktəb başlayanda alınacaq, yoxladılar da istiməsi var. Sadəcə olaraq üstü verir sinifə. Bizim uşaq dostlarımız çox pis bəzəkdir. Mənim xahişim yolla bağlıdır. Körpə nəvələrim var, yolla aramızda bir 300 metr aramız var. Elə bil. Xahiş edirəm bizim o yola tramplin qoyulsun da. Elmidir də. Yəni xahiş edirəm sizdən belə bir nənə kimi, bir ağsaqqal müəllimə kimi də bir 60 yaşım var mən. Bizim bağçamıza xahiş edirəm nəzər yetirsin. Biz də su ilə şikayət edirik. Məktəbin içindəki aslanımızı yaxından içini yurdular, temizlədilər. Yəni heç bir təsir eləmədi, suyu atmadı. Onu xahiş edir ki, əgər mümkün olsa bunu bərpa salınsın. İcra başçısı qəbulda iştirak edən sakinləri dinləyərək, onların qaldırdıqları problemlərin həll olunması üçün aidiyyəti məsul şəxslərə müvafiq tapşırıq və tövsiyələrini bildirdi. Digər müraciətlərin həlli ilə bağlı mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlərin ünvanlanacağı bildirildi. Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədi ilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyindən minnətdarlıqlarını ifadə etdilər. Kəndin adından, müəllimlərimizin adından, su cəhətdən yaxşıdır. Telefonumuz var, işığımız var, qazımız var. Hər cəhətdən prezidentimizə də təşəkkür edirik. İcra başçısı qəbuldan sonra qəbulda vətəndaşların bağçanın yeni binaya ehtiyacı olduğu ilə bağlı müraciətləri əsasında bağçanın mövcud vəziyyəti ilə yerində tanış oldu.